Necəsiz, neynirsiniz? Sakitçilikdə də ki, zəlzələ baxımından, yəni partlayışlar da azdır, amma yenə də olur. Çünki tək günəşdə partlayışlar ona təsir göstərmir. Almaniya biz paylaşmışdıq bunu neçə günlər əvvəl ki, Almaniyada vəziyyət pisləşəcək, bilər yox. Həm terror aktları, həm müharibə baxımından zərbələr olacaq. Maliyyə zərbələri artıq oldu. Həm də Almaniya tək ona yox. Almaniya sinəsini qırağa çəkir, amma bu genosid ki, erməni genosid deyilir. Elə Almaniya ilə Türkiyə Osmanlı müttəfiq idi. Və Tələt başa da səhv eləmirəmsə, Almaniyada qətlə yetirildi. Sui-qəsdi Mezeda. Yəni Alman, fransızlar, fars və kürdlər demək olar ki, qohum millətdir. Hitler o vaxt icazə verir ki, farslarla evlənməyə. Çünki demək olar ki, eyni millətdir. Yəni əsas məsələ İrandır.